Salam hörmətli istifadəçilər. Teymur Store mağazası artıq açılıb. Yeni ünvanda. Daha indən belə Əhmədlidə deyilik. Bu açılışa uyğun olaraq endirimlərimiz çoxdur hörmətli istifadəçilər. Bizi sosial şəbəkədə izləyin və bu videonu paylaşın hörmətli istifadəçilər. Endirimlərdən faydalanın. Mən sizə təqdim edeyim də, bax. Altı rezinli, yəni silikon, su keçirməyən. Bunu su canına çəkir, yəni aşağı buraxmır. Boş qapçının su çəkən. Şəkil çeşidləri çoxdur, 1.50. Baxın, 1.50. Bu da bunun ayaqaltısıdır. Bu materialı, mən belə material görməmişdim. Bax, bu elə bir şey ki, su bunun içinə çökür, yəni üstündə su qalmır. Bu ayağın üstünün gəzləndə, yəni su ayağa dəyməyəcək. Bu da Teymur Store'da satışdadır. Qiyməti 3 manatdır. Hər yerdə olmayan bir şeydir bu yəni. Yaxınlaş yerlərdə tapılması qarşı. Bax. Bunun yaxşısını istəyirik. Bunun yaxşısı. İçi dəmirdir. İçi dəmirdir. Bunun 10 manatı da var bizdə. 13 manatı da var. İçi dəmirdir 13 manat. Gəl. Gəl. Şarlarımız da var belə. Belə eləməsən alınmır. Belə eləməsən alınmır. Belə eləməsən. Bir like-dan götürüyüm təzə mağazamıza. Gəl. Və açılışa özəl endirimlər varımızdır. Deməli, 2.80 idi, düşüb 1.80'a. Bax bu, 40 razmeri. Daha sonra, gəl. Birbaşa 1 manata. Birbaşa 1 manat. Elə bundan da yaxşı deyir rəsm materialı. Bax, 40 razmeridir. Bu neçədir? Bu da birbaşa 1 manata. Açılışa özəl olaraq. Yer silən. Bu arada kameramanımız Rəyasət müəllimdir. Sağ olsun. Bizi müşahidə edib çəkir. Bax, beləsi də var. Bax, bunun materialı odda, hörmətli istifadəçilər. Çox keyfiyyətli bir maldır. 2 manat 50 qəpiyə. Bunu ucuzun istəsəz, ucuzun. O da varımızdır. Ucuzu isə bax budur, 1.50. Mikrofiberdir, yəni su çəkər. Burada nə görürsə, yəni hamısı ucuzdur. Bax, bunlar baxın. 6 dənədir, 5 plus 1. 1 manat olmalıdır burada. 6 dənəsi 1 manata. Sonra bunun qalını gəlir. Bunun qalını. Hamam papağanı. Bu neçədir? Qiyməti orada fırlanır. Yumuşaq desək. 2.50'dən düşüb 1.50. Qiyməti orada biraz yüngülvari. Daha sonra buna baxın hörmətli istifadəçilər. Bunlar hamısı dəsmallardır. Maşınçı, sonra hamamçı. Qiymətlər münasibdir. Yəni qiymət cəhətdən narahat olmayın. Bizdə məsəl üçün bunu 2.80'da almışsınızsa ən böyükdür ölçüsü. Ölçünü açın baxın birini. 2.80'da almışsa harca 80'in 60'a var ölçüsü. 60'ın 80'da gör nəsə təxminən göz yaşına bax dedim. 60'ın 80'da. Bax. Qəşəng qalın, nazik deyil ha. Bunun nazikləri olur. Yəni qalındır. Keyfiyyətlidir. Yəni məhsullar alanda fikir verirəm ki, yaxşılanır. İnşallah bir dənə kitab yolunu düşsəydi, gedib oradan çəkiş edib sizlə məsləhətləşərdik, nə alaq yox, nə almayaq. Belə bir dəsmallar da varımızda. Dəsmal seçimi çoxdur. Yəni dəsmal bildiniz, gəlin bura. Səməd Vurğun 90. Ünvanımıza yaxındır Zabitlər Parkı. Türkiyə səfiri, Rusiya səfiri, Nəsimi İcra Hakimiyyəti yanımızda da hamısı. Şarran oynaması olmur. Bax, belə stollar gəlir, hörmətli istifadəçilər. Keyfiyyətli qalın, 4 manat. 4 manat. Daha sonra. Mağazamız, xatırladım, genişdir. Genişdir. Nə istəsəz, demək olar bizdə var da. Yəni, girin, hər şey, arabayla sürün, hər şey varımızdır, rahatçılıqdır. Hətta bax, çubuqlar da varımızdır. Sushi yemək üçün. Görə də bunu hər yerə tapılmır da, bu da bizdə var. Bunu götürək, tuldaya qoymayın düşürür. Xalçalar 1 manat. Burada bir genişdir. Belə saxlama qablarımız var. Bura baxın, zəhmət olmasın. Çörək qabı 3.70'dir. Bax, çörək qabı, qəşəngli çörək qabıdır. Saxlama qabı, içində çoxdur. Çox deyəndə 3 dənə. 1.7 litr, 3 litr və 5 litr yarım. 7 manat 90 qəpik. 3 dənəsi. Yəni bu hamısı saxlama qablarıdır. Gördünüz mü?
Nə istəyirsinizsə evə aid xırda-xuruş hər şey varımızdır. İnşallah daha da geniş olacaq. Bu yaxınlarda da hər birinizi Azərbaycanın hər yerinə inşallah çatdırmaq olar. Qismət olsa. Amma sizə nə lazımdır? Gəlin alın. Mağazamıza 28 may metrosundan, düz metronun çıxışından 28 may metrosunun çıxışından 88A gəlir. 28-də. 61 də gəlir. Və Gənclik metrosundan da 17 gəlir. 17 nömrə gəlir. Gənclik metrosundan gəlir. Oradan görsən olur. Burada baxın. Bunlar da varımızdır. Bunlar da. Baxın, qiymətlər münasib yenə deyirəm. 1-ə, 1, 20-yə, 1.50-yə belədir. Burada da geniş seçim bıçaqlar varımızdır. Burada da endirim eləmişəm. Bax, hörmətli istifadəçilər. Açılışı özel olaraq 3 manat idi. Bu əslində 5 manat idi. Sitəsində 7 manat satırdıq. İndi isə endirimşi 2 manata. Qəşəng bıçaqdır. Cəmi 2 manata. Ha. Bıçaqların çoxu bax burada endirimlər. 1 manata. 1.50-dən 1 manat düşür. Taxta qulp bıçaqdır. Sonra bax bu bıçaqlarda hamısı endirimlədir. Bunu özüm evə götürmüşəm. Hər kəsinə məsləhət görürəm. Ucu qutarır. Bu da 1 manata. Bir də rəysən götürəsin evə. Qəşəng bıçaqdır. Götürmüşəm. Daha sonra sağ nəfəs sayılı görünürsünüz. Sağ ol, yorulmayasınız. Bax belə bir qaşıq qabları varmızdır. Qaşıq qabları da hörmətli istifadəçilər. 3.50-yə idi, 3.80-ə. 2 manat 50 qəpiyə düşür. Bu qiyməti yaxşıdır. Və 1 manata da var. Ha, deməyin, 1 manata da var. Prosta bir Türkiyə bir də İran istəyirsə alır. Bax belə baçoklar istəyənlər olsa, baçok. Bu da varımızdır. Bu baçoklar. Yəni çoxla danışırım, müəllimlər kimi. Müəllimlər kimi. Müəllimə nə edir? Qazan yerində tavalar da varımızdır. Bu tavalar da qiyməti 3.50-dən maksimum 8.50-yə qədər. Görürüz, o da varımızdır. Daha sonra. Yəni məhsullarım çoxdur. Uşaq aləmi. Uşaq aləmidir burada. Qarlardır. Uşaq aləmi birinci özümüz. Hələ böyüməmişik. Böyüməmişik deyiləm, özümə deyiləm, böyüməmişəm. İnansan elə adam uşaq qalsa yaxşıdır. Öyləcə problemlər çoxalır. İntihən buna baxın, qar yaxıraq mağazamıza. Baxaq. Bu qar, hörmətli sadəcə, qalıcı qardır. Ha, biri var. Gördünüz? Qalıcı qar. Bir nəfər yıxılıb, indi belə. Daha sonra qalıcı qardır. Slime'lar 1 manat. Sonra bir dənə bunları çəkək. O səhifədə də paylaşmışam, hörmətli sadəcə, YouTube'da. Ona baxa bilərsiniz. Onlara da hamısı qiyməti yaxşıdır. Və xatıradan qulpludur. Qulplar baha olur. Bu 5 manat, 3 manat 50 qəpiyə. Bax, 3 manat 50 qəpiyə. Yəni heç 10 manata qədər. Ən yuxarısı 10-dur. Bu da böyüdür. Və qulpları var, hörmətli istifadəçilər. Sizə hər birinizi gözləyirik. Yeni açılan mağazamızda. Gəlin, videoda çalışın. 28-də yaxın şəhərdə qalanlara göndərin ki, Teymur Store'un yeni ünvanı buradır. Hər kəsi gözləyirik. Sağ olun. Videonun sonuna bir like da qoymağı unutmayın. Təşəkkür edirəm. Fikirlərinizə bölüşün. Sağ olun.